Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. May ayının altında qəfil dolu gəldi. Dolu gəldi, nə gəldi? Həyat qazanın hər yerindən sel gedir. Şırnadan axan suyun qarşısını almaq üçün neçə dənə döşək qoymuşuq qabağıma. Yollar tilləşən eləyir, geri qaytarır. Novansalar tutmur suyu, gəlir tilləşanın yanına qədər göl olub burada. Gedək görək kütəbazda nə var, nə yox. İştillərimizi məhv elədi. Çox məhv elədiyi şey var. Heç ananın yeri idi, heç bu dolunun yeridir. Gəlib qalanı tutur, belə tilləşər eləyir. Su istəmədiyimiz yerə gelir. Novalçanı bir çevirək o tərəfə biraz. Heç bırak su düşməz. Bura qədər gəl. Yolu bugün düzəltmişdim, cəbeyin də almışdım, köməkləsin. Bu sel yəqin yenə apardı yolu. 5 dənə davam gətirəmədi yol. Çoxdan bir qar üstündə yerim idi. Yolun bu hissəsini düzəltmişdik. Dərədən 5 araba daş gətirmişəm. Ancaq pəkiyim daşları apara bilməyim. Daşların üstüne biraz kum torpaq dövmüşdük. Onları yuyub aparır. Daşlar qalır. Yağış kəssin. Təzədən düzəldər. Daşlar yerində. Birazdan sel qopmalıdır. Gedirəm Lapcan dərəsinə tərəf. Sel gəlməlidir. Dolu əriyəndən sonra selin şiddəti laf artacaq. Oho, gəlir bizim sel qardaşımız. Bu hələ balaca dərədir. Arxa tərəfdə bir dərə var, gəldiyim istiqamətin gerisində. O, lap şiddətli gəlməlidir. Çoxdan da belə seli görmürdük. Qədəmlərin mübarək, ay sel. Bu dərəni neçə dəfə aparıb qalmışıq yolun bu üzündə. Sel ötürücü turba atıblar. Onun da gözü tıkanır. Su gəlmir də sel ötürücüdən. Bir damlı su gəlir. Gözü tıkanır. Bu da bizim həyətin dərəsidir. Bura sel gəlir. Selin kəskin il hiss edirsən uzaqdan. Artır ələ arxası indi gəlir selin. Dərənin aşağı tərəfi ensizdir, orada sel daha gürlənməlidir. Bilmirəm mən niyə səsimi atmışam başıma, videoda necə düşəcək. Selin səsi elə deyir ki, elə bilirəm ki, mənim səsimi eşitməzlər. Ancaq ən yaxın olan mənəm mikrofona. Səsin az soxur, gülürlü soğar. Gölgünün yeni çəkdiyi sudur. Sel çıxadıb apara bilməyir. Başlanğıcı o çeşmədəndir. Allah az qalır şişlandı qopar. Görək bizim çənimizi neyniyib. Qırağından getməyim. Yarğan uçar düşərəm selə. Telefonumu sındıram.
Bizim çeşmeye koyduğumuz sana hiçbir şey eləyə Karşıda bir taş var, sel soğuk. Ona değir, durulur o tarafa. Bak bu tarafa gelse de Allah bir şey verilmez. Ağır çəndir. Yaxşıdır ki, yanında şu torpağı qalaqlamış. Sel burada çok surətlidir. Dəranı da möhkəm dərinləşdirir. İnsan orada adamı surəti ilə vurub yıxar. Yaxşı ki, bir qazanı tamam anlasın buradan götürdülər. Düz selin ağzındayız. Dedim selin arxası gəlir də dolu yağır. Selovlarda yığışır, hava da istidir, əriyib birdən artacaq. Ben bu biri tərəfindən gedirəm, həm çayı görüntülüyüm, həm də o biri dəranı. İki dəranın bir-birinə qovuşan yerində hələ lap şiddətli olacaq. Xəbər eləmədim dəriyə getdim. Yoxa çıxsam məni arazda axtarın. Türdə axtarın. Yağış səldi, çətirimi başımdan götürün. Buramı da sağ salamat geçirəm, düşüb daya düşməsəm, şeylə gedəcəm. Planlaşdırdığım işler var idi, kəldəkidəydim. Hava gör bizi nəyə məcbur elədi. Demək olar ki, yağış kəsib. Yağış dolu qarışıq. Tək-tək damcılar düşür. Ancaq sələlə uzun çəkir. Çətirimi də bağlayıb bilmirəm. Bu da bizim bağın dəhnəsi. Vaxtilə çox edir daşlar atmışam qabaqla. Dərəni burada yuyub dərinləşdirə bilmir. Saat hələ 16:22-dir. Təxminən 4-də başlayıb yağış. Doluya çevirir. Onda dolu şiddetlənib, çevrilib yağışa, bu turbanın üstündən necə keçir? Altından keçməliyəm. Çay o kadar gəlmir nəinki dərə. Şırşırın dərəsi çay bir də o biri dərənin birləşiyindən çox gəlir. Bir tərəf üstə düşüb dolu. Ancaq selin arxası gələ bilər. Böyük dərə ilə balaca çayın birləşdiyi
Sel budur, daşlar gətirir, şaq-şaq. Şaq. Selə düşsən su adamı öldürməsə də daşlar öldür. Dərənlə çayın birləşdiyi yerə gəldik. Çayqovşan nömrə 2. Deltanın ucuna tərəf ilerləyirəm. Quru xalçası delta formasındadır. Düz durdum deltanın ucunda. Çayın suyu daha tüklü və iki dərənin. Daşların şaqqıltısına qulaq verin. Gözüm axıb suya düşə bilərəm. Baxın, mənim burada nə işim var? Sel daha da çox olub, buradan aşıb. İndi azalıb. Mən deyirdim sondan artacaq. Selin az vaxtına gəlmiş. Buradan da aşırmış. Bu sel kolay kəsməz. Qeyd elədim ki, dolu yığışır qalır selovlarda. Birdən əriyir, heç deyil ki, dərdidən ərisin. Onda da belə fəlakətlər yaşanır. Yağış dolu qalışır, elə ani başladı ki, həyətdə işləyirdim. Gör elədi, ağlımız getdi, keçən dəfəki yağışlara. Birdən başladı. Gedək üzü selə tərəf. Burada selin daha kəskinliyi gəlir. Dərə təpənin, sel yatağın, çay yatağın hamısını təmizlədir.